Yağış yağsa da, boran olsa da, tufan kopsa da, mesafeler bizi yormaz. Kim sevmeyipse hiç vakit anlamaz. Külle yese de, yağış yağsa da, boran olsa da, tufan kopsa da. 8-ci əsrin ortalarında, daha dəqiq desək, 749-cu ildə inşa edildiyi güman edilən bu qədim məscid təkcə ibadət yeri olmayıb. Əsrlər boyunca insan ruhunun, milli kimliyin daşıyıcısına çevrilib. Lakin indi illərin sərt üzü, insanların isə etinasız baxışları nəticəsində bu dağ başında tənhalaşmış qoca kimi zamanla mübarizəni uduzmaq üzrədir. Divarlarındakı çatlar dərinləşib, mehrabı susqunlaşıb. Bir zamanlar duaların oxunduğu məscidin indi səsini eşidən yoxdur. 8-ci əsrə aid edilən Əbu Müslim məscidinin illərdir ki, əsaslı təmirə ehtiyacı var. Yoxsa bu qədim abidə tezliklə yer üzündən silinəcək. Məscidin əsası qoyulub Əbu Müslim tərəfindən. Deməli, Əbu Müslim Əl-Xurasani tərəfindən. O, deməli, xəlifənin qardaşı həm də vali olub, həm də sərkərdə, məşhur sərkərdə olub. Onun tərəfindən əsası qoyulub. Bu məscidin əsasını, deməli, Axtı, Eniq, Qırız məscidlərin əsası, deməli, Hicri tarixi ilə 131-ci ildə qoyulub. Deməli, bizim tarixlə bu təsadüf eləyir 748-749-cu illərə. Qırız kəndinin sakinləri abidənin bu cür vəziyyətini seyr etmək istəmirlər. Bəli, əziz dinləyicilər, yəqin ki, sujeti siz də izlədiniz və dinlədiniz. Qubanın Qırız kəndində bir tarixi abidənin bərpaya ehtiyacı var və bu yerli sakinləri narahat eləyir. Biz də bu mövzuya biganə qala bilməzdik. Ona görə də hal-hazırda telefon bağlantısı yaratmışıq. Telefon bağlantısında fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Nəciyev var. Alo. Alo, salam. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Necəsiz? Sağ olun, yaxşı olasınız. Buyurun. Elnur bəy, yəqin ki, siz də sujeti dinlədiniz. Söhbətin Əbu Müslim məscidindən getdiyini də bilirsiniz. İstəyərdik ki, bu məscid barədə bizə bir qədər məlumat verin. Nə vaxt tikilib, necə olub və bərpa işlərinə sonra toxunarıq. İlk öncə məsələn diqqətə saxladığınıza görə Azərbaycan Radiosu rəhbərliyinə, Azərbaycan Dövlət Televiziyasının mətbuat orqanına təşəkkürümü bildirirəm. Ümumiyyətlə Əbu Müslim məscidi daxil olmaqla Azərbaycan ərazisində İslam'a təmsilən ən qədim məscid hesab edilən Şamaxı məscidi bugün mövcuddur. 743-744-cü ilə aid edilir. Bəli. Bundan sonra daha qədim bir məscid olaraq bugün Azərbaycan ərazisində olmayan, yəni bir zamanlar tarixi Azərbaycan ərazisində Dərbənddə 733-34-cü ilə aid bir başqa qədim məscidimiz olub və bu günləri haqqında danışdığımız Əbu Müslim məscidi isə bu məscidlər içərisində 3-cü ən qədim məscid hesab edilir. Məscidin özlərində kitabəsində Hicri tarixi ilə 131-ci ilə aid, yəni miladi tarixi ilə nəzərə alsaq 748-749-cu illərə aid olduğu məlum olur. Məscid uzun müddət bizim dövlətçiliyi tariximizi nəzərə alsaq, ta ki 1828-ci il Türkmənçay müqaviləsinə qədər, yəni məscid olaraq fəaliyyətini davam etdirib və son olaraq Quba xanlığı dönəmində normal məscid kimi fəaliyyətini davam etdirib. Hətta bugün həmin o məscidlə yanaşı Qırız kəndində daha 7 məscid mövcud olub və Əbu Müslim məscidi o məscidlər içərisində 8-ci məscid olaraq Cümə məscidi kimi fəaliyyət göstərib və bu məscidlə yanaşı Qırız kəndində əlavə 7 pir belə var. Yəni adlarına diqqət edəndə, məsələn, Qırızdakı məsciddən yanaşı oradakı mövcud nəsillərin adlarına diqqət edəndə Sufilər, Xorasanlılar, Səfilər, Dərvişlər bu Azərbaycan tarixi ilə bağlı, xüsusilə İslam tariximizlə bağlı çox mühüm bir məsələyə vurğu etmiş olur və Xorasanlı nəsilləri hesab etdiyimiz, yəni bugün Qırızda Xoraşenli adlandırılan və Əbu Müslimin özünün də aid edildiyi Xorasan ərazisinə bu bağlılıq məscidin Əbu Müslim məscidi kimi tanınması baxımından, yəni 8-ci əsrə aid olmasıyla bağlı bizim üçün mühüm bir fakt verir və digər mühüm fakt isə məscidin üzərində dediyim kimi qoyulmuş kitabı. Sözünüzdən belə anladım ki, Əbu Müslim Xorasandan gəlmişdi. Bəli, Xorasanlı bugün Qırızda Xoraşenlilər deyə nəsil var. Nəsil var, bəli. Və bu nəsildən başqa da, yəni İslamı təmsilən məsələn Sufilər var, Səfilər var, Dərvişlər var. Yəni İslami baxımından kifayət qədər dəyərli bir
həm kənd tarixi baxımından, eyni zamanda da araşdırılması baxımından mühüm mənbə verən, mühüm etnoqrafik materiallar verən bir kənddir. Bir də ki, buyurun. əgər icazə versəniz Buyurun, əlavə edərəm. Yəni Qırğız sadəcə Azərbaycan İslam tarixini təmsil edən bir ərazi deyil və nəzərə alsaq ki, bu günləri məsələn Qırğız ərazisini hətta Qobustan qavaldaşına kimi, o formada olan qavaldaşlarına qədər, yaxud da ki, Qobustanda gördüyümüz tarixi çalarlar formasında, kurqanlar, yəni müxtəlif qəbir abidələri, hətta qala belə var. Bu abidələrin bəziləri qeydiyyatda olmuş olsa da, məsələn, Əbu Müslim məscidi 19-cu əsr abidəsi kimi qeydiyyata alınıb, inventar olaraq 46-64 nömrəsi adlı qeydiyyatdadır. Amma əslində abidə sadəcə 19-cu əsrdə sonlara doğru yenidən bərpa edilib. Bərpa tarixinin qeydə alıblar sadəcə sənədlərdə. Əslində isə məscidin tarixçəsi daha qədim dövrə, yəni nisbətən daha əvvəlki dönəmlərə aid edilməlidir. Bəli. Mədəni irsin qorunması və bərpası üzrə dövlət qurumu məndə olan məlumata görə orada ərazidə olub, dəyərləndirmə aparıb, məscidin yenidən bərpası ilə bağlı müəyyən tədbirlər görüləcək, səhv etmirəmsə. Düzdürmü? Əlavə edə bilərəm yəni? Buyurun. Növbəti illərdə deyə açıqlama edilir və məscidlə bağlı mənim həmin əraziyə səfərim 31 mart tarixinə təsadüf etdi. 30-31 mart tarixlərində səfər etmişdim. Və bu məscidlə bağlı 2014-cü ildə, 2021-də, 2022-ci illərdə hər dəfə bu məsələ qalxıb, amma bu qədər mətbuatda, yəni mətbuat səviyyəsində işıqlandırılmamışdı. Hər dəfəsində məscidin növbəti illərdə təmir ediləcəyi bildirilib. Bu növbəti illər nə vaxt olacaq? Dəqiq tarix verilməyib. Dəqiq tarix verilməyib, yəni. Bəli. Biz də bir mətbuat orqanı olaraq, bir kütləvi informasiya vasitəsi olaraq çalışarıq ki, bu mövzunu diqqət mərkəzində saxlayaq və müvafiq qurumların diqqətinə çatdıraq ki, daha da tezləşdirsinlər bu bərpa işlərini. Sizə təşəkkür edirik Elnur bəy. Siz sağ olun. Bir son əlavə edim. Buyurun. Yəni, müvafiq dövlət orqanlarının demək olar ki, biz indiyənə qədər duyarlı mətbuatımız sayəsində 13 dövlət qurumuna bu baxımdan müraciət edilib. Yəni, ailətin orqanların hər birisindən bu barədə məlumat verilir və mətbuat vasitəsindən də bu da işıqlandırılıb. Yəni, bunu da mümkünsə diqqətə saxlasınlar ki, ən azından tariximizdir, həm turizm baxımından, həm Azərbaycanın multikultural dəyərləri baxımından əhəmiyyətli bir abidədir. Bərpa olunarsa, təbii ki, tariximizə qazandırılarsa, bizim üçün hər bir halda qazanc olar. Əmindik ki, bu dövlətin müvafiq qurumlarının diqqət mərkəzində olacaq və tezliklə ən qısa zamanda məscidin bərpası icra olunacaq. Biz buna əminik, çünki biz bir dövlət olaraq milli mənəvi dəyərlərimizi həmişə ön planda saxlamışıq, həmişə mədəni irsimizə sahib çıxmışıq və bunu beynəlxalq aləmdə də tanıtdırmağa həmişə xüsusi cəhd eləmişik. İnşallah ki, bu məscidlə bağlı problem də öz həllini tapar. Təşəkkür edirik Elnur bəy. Siz sağ olun. Təşəkkür edirik, çox sağ olun. Günay, bir əlavəni də eləyim ki, ölkə rəhbərliyi tərəfindən həmişə bizim milli mədəni irsimizə dair bütün məsələlər xüsusi diqqətdə saxlanılır və bunun elə bariz nümunəsidir ki, biz işğaldan azad etdiyimiz torpaqlarımızda nə qədər məscidləri, nə qədər tarixi abidələri bərpa etmişik və bundan sonra da bərpa istiqamətində böyük işlər həyata keçirilir. Məncə, həmin o adı çəkilən Qubanın Qırğız kəndindəki həmin o məscidin də bərpası işləri qısa bir vaxt ərzində həyata keçiriləcək.